Müəllimlər, bugünkü mövzumuz sinxron və asinxron tədris barədədir. Tədris iki cür təşkil oluna bilər. Həm əyani, həm də distant formada. Həm əyani, həm də onlayn tədrislərin üstünlükləri və çətinlikləri vardır. Əyani dərslərdə internet və müasir texnologiyalardan istifadə edə də bilərik, etməyə də bilərik. Lakin tədrisi onlayn şəkildə təşkil edərkən internet, müasir texnologiya və digər sosial şəbəkələr, digər tətbiqlər üzərindən edə bilərik. Beynəlxalq təcrübəyə əsasən əyani və distant dərsləri sinxron və asinxron formada təşkil etmək mümkündür. Sinxron tədris nədir? Sinxron tədris prosesini elə bir tipidir ki, burada şagirdlər canlı şəkildə prosesə cəlb olunurlar, yəni eyni zamanda. Asinxron tədrisdən fərqi ondadır ki, proses zamanı sinxron dərsdə hamı eyni andadır. Belə ki, şagirdlər eyni müzakirədə eyni zamanda iştirak edirlər. Sinxron tədris müxtəlif formatlarda həyata keçirə bilər. Canlı dərslər, yəni burada müəllim sinifdədir, otağın qarşısındadır və verilən məlumat hər bir şagirdə eyni vaxtda verilir və qəbul edilir. Şagirdlər suallara cavab verir, anlamadığını soruşur və dərhal suallarına cavab alırlar. Həm də sinxron tədris onlayn şəkildə həyata keçirilir. Sinxron onlayn tədris o deməkdir ki, şagirdlər uzaqdan öyrənməklərinə baxmayaraq, müəllim və sinif yoldaşları ilə eyni vaxtda dərslərdə iştirak edirlər və qarşılıqlı əlaqədə olurlar. Sinxron dərslər dərhal qarşılıqlı əlaqə yaratmaq, daha sürətli məlumat mübadiləsi yaratmaq, birlik hissini formalaşdırmaq və yanlış təsəvvürləri anında aydınlaşdırmaq baxımından səmərəlidir. Sinxron dərslərdə əvvəlcədən müəyyən olmuş dərs cədvəli və vaxt qrafiki olur. Şagirdlər hər dəfə əvvəlcədən müəyyən olunmuş vaxtda dərsdə iştirak edirlər. Dərs vaxtı ərzində müzakirələrdə iştirak edirlər. Təqdimat bacarıqlarını daha da təkmilləşdirirlər. Onlayn sinxron öyrənmə həmişə canlı mühazirə və müəllimin rəhbərlik etdiyi müzakirə şəklində aparılmaya da bilər. Şagirdlər özləri də əvvəlcədən təyin olunmuş eyni vaxtda müzakirələr aparar, sinifin qalan hissəsində təqdimat edə bilərlər. Bunun üçün Google Meet, Zoom, Microsoft Teams kimi video konferans texnologiyalarından istifadə etmək olar. Bu platformalar daha çox görüntülü danışıq yaratmağa, müzakirələr, mühazirələr təşkil etməyə şərait yaradır. Webinar və seminarlar. Adətən bu görüşlər mühazirə xarakteri daşıyır. Webinar və seminarlarda bir və ya bir neçə mühazirəçi prosesin iştirakçıları ilə ünsiyyətdə olur. Eyni zamanda eyni məkanda baş verir. İnteraktiv onlayn seanslar, burada da qrup işləri, diskussiyalar aparılır. Sinxron tədrisin açar məqamı odur ki, proses eyni zaman kəsiyində hamının prosesə cəlb olunması ilə baş tutur. Burada əks əlaqə də zamanında verilir. Sual-cavab prosesi anında baş tutur. Şagirdlər onlara qaranlıq qalan məqamlarla bağlı suallara cavab verə bilirlər. Sinxron tədrisin asinxron tədrisdən üstün cəhətləri. İştirakçılar arasında canlı əlaqə yaradılır. Şagirdlər və müəllim arasında məlumat və təcrübələrin ani ötürülməsi baş verir. Canlı və sürətli əks əlaqə yaradılır. Dərslər hər dəfə əvvəlcədən müəyyən edilmiş, eyni vaxtda, eyni zamanda keçirilir. Həmçinin şagirdlər arasında ünsiyyətin qurulmasını, şagirdlərin sosial bacarıqlarının inkişafını da təmin edir. Bəs asinxron tədris nədir? Sinxron tədrisin əksinə olaraq asinxron tədrisdə iştirakçıların hamısı eyni zamanda, eyni məkanda olması vacib deyil. Onlara təqdim olunan materiallar əvvəlcədən müəllim tərəfindən görülür, vaxt qrafiki göndərilir, vaxt qrafiki sərbəstdir. Müəllim tərəfindən göndərilən materiallara şagirdlər istənilən vaxt, istənilən məkanda qulaq asa bilərlər. Lakin sinxron tədrisdən fərqli olaraq şagirdə əks əlaqə həmin an verilmiş, şagirdlərin sosial bacarıqların inkişafı öz öhdələrinə buraxılır. Şagirdlər əvvəlcədən göndərilmiş mühazirələr və video çarxları özlərinə uyğun vaxt, öz qrafiklərinə, vaxtlarına uyğun şəkildə tanış ola bilərlər.
materialı hissə oxumaq, ehtiyac yaranarsa bir neçə dəfə oxumaq və yaxud göndərilən səsli qeydləri istənilən vaxt dinləmək imkanları olur. Diskussiya üçün yaradılmış onlayn forumlar. Bu forumlarda iştirakçılar istədikləri zaman sual verə bilərlər. İstənilən suala istədikləri vaxt cavab vermək cəhətdən sərbəstdirlər. Elektron poçt və digər mesaj ötürmə vasitələrindən istifadə. Elektron vasitəsi həyata keçən bu cür ünsiyyətdə də həmin dəqiqə cavab vermək məcburiyyəti tələb olunur. İstənilən vaxt cavab verə bilərlər. Rəqəmsal tapşırıqlar və layihələr. Şagirdlər əvvəlcədən müəyyən olmuş zaman çərçivəsində hazırladıkları işləri rəqəmsal platformalar üzərindən göndərə bilərlər. Canlı dərslər. Ənənəvi sinif otaqlarında da asinxron tədris mümkündür. Layihələrin müzakirəsi, icrası zamanı yaranan çətinliklərin həll edilməsi. Asinxron tədris həm onlayn, həm də canlı dərslərdə keçirilsə də onlayn dərslər üçün daha rahat və məqsədə uyğundur. Cədvəl işin icrası üçün müəyyən edilmiş zaman çevik olduğundan şagirdlərdə vaxtı idarə etmə vəzifələrini, zamanında icra etmə bacarıqlarını, məsuliyyət kimi keyfiyyətin formalaşmasına daha çox imkan yaradır. Asinxron tədrisin sinxron tədrisdən üstün cəhətləri. Öyrənmə şagirdlərin özünə uyğun və rahat vaxtda baş verir. Araşdırma və təhlil aparmağa daha çox zaman olur. Şagirdlər tapşırıqların yerinə yetirməsini vaxtında seçməkdə sərbəstdirlər. Şagirdlərdən güclü motivasiya, özünü idarə etmə, metakognitiv bacarıqlar tələb olunur. Bəs hibrid tədris nə deməkdir? Hibrid tədris dərslərin bir hissəsinin canlı, bir hissəsinin isə onlayn şəkildə keçirilməsi deməkdir. Yəqin ki, bir çoxumuz müasir dövrdə terminə çevrilən hibrid müharibə, hibrid insan anlayışını çox eşitmisiniz. Bəli, bu sözlərdən sonra bizim dilimizə hibrid təhsil termini də daxil oldu. Bəs hibrid təhsil nədir? Hibrid təhsil vəziyyətdən asılı olaraq təhsil mühitinin yaradılması üçün yeni qabaqcıl texnologiyaların köhnə sınanılmış metodlar ilə birləşməsindən ibarətdir. Məsələn, ənənəvi təhsil sistemi müəyyən səbəblərdən öz işini icra etmirsə və yaxud icra edə bilmirsə, o zaman digər alternativ təhsil növlərinin tətbiqi elə hibrid təhsilin tətbiqi deməkdir. Təhsil növlərinin tətbiqi elə hibrid təhsilinin tətbiqi deməkdir. Hibrid təhsilin xüsusiyyəti nədir və özündə nələri cəmləyir? Özündə klassik və yeni texnologiyaları birləşdirir. Bu təhsil bütün tələbələr üçün, yəni həm klassik təhsilə öyrəşənlər, həm də yenilik tərəfdarları üçün uyğundur. Bu təhsildə daha öncə mövcud olan texnologiyalar öz işini davam etdirir. Bu formatda təhsil daha təhlükəsizdir və bilik səviyyəsinin aşağı düşməsinə səbəb olmur. Hibrid təhsilin üstünlükləri nədir? Tələbə bilavasitə dərsə hazırlaşmalı və dərsdə iştiraka qədər işini görməlidir. Digər tələbə və müəllimlər ilə sürətli onlayn ünsiyyət hesabına tələbələrin motivasiyası artır. Müəllif materiallarını və ümumi materialların birləşdirilməsi tələbələrə öyrəndikləri fənn üzrə biliklərini dərinləşdirmə imkanı verir. Rahat dərs qrafiki, çevik dəyişən tədris ili, müxtəlif üsullarla dərsin keyfiyyətinə nəzarət etmək, mentorların iştirakı dərslərin səviyyəsinin aşağı düşməsinə səbəb olmur. Tələbə bilavasitə təhsil zamanı gender və sosial ayrı seçkiliyin olmaması, hibrid təhsil zamanı maddi rifah səviyyəsi, fiziki məhdudiyyətlər, yəni ayrı seçkinliklər, gender ayrı seçkinliklərə bağlı problemlər əhəmiyyətli dərəcədə azalmış olur. Rahat dərs qrafiki olur burada. Çevik dəyişən tədrisli, müxtəlif üsullarla tədrisin keyfiyyətinə nəzarət etmək imkanı olur. Hibrid təhsil tədris prosesini sosial və şəffaf edən komanda fəaliyyətidir. Evdə iş, müəllim və tələbələr məsafədən işləyə bilər. Tədris prosesinə xarici mütəxəssislərin cəlb edilməsi imkanı da yaradılır.